Devlet İmtahan Merkezi Coğrafyadan test toplusu 2. hisse 2025. yıl Azerbaycan Fizik Coğrafya Rahamlaşdırılması mövzusunda 310 test var burada. 50 testin təhlilini artıq kanalda yerləşdirmişəm. Burada 51'den 100'e gələri təhlil edəcəm. Şirvan düzünün yerləşdiyi Fizik Coğrafya rayonlar. Şirvan düzünün bir hissəsi yerləşir Küdri Şirvan. Deməli, Fizik Coğrafya rayonunda bir hissəsi yerləşir Kürarat yaxud Mərkəzi Aran Fizik Coğrafya rayonunda. Düzgün cavab D bəndi verilib. Küdri Şirvan Kürarat. Cavab D. Uyğunluğu müəyyən edin. Dimzaqtala, Qarayazı, Qaragöl, Türyançay, Kürdaraz, Şüşəli, Böyük Qafqaz, Kiçik Qafqaz, Lənkəran vilayətlər verilib. Demir, 2 cavab götürdüyünə görə bir-bir yoxlayaq. A bəndə deyir 3'e C. 3 Qaragöl'dür. Qaragöl'e deyir Kiçik Qafqaz yerləşir. Qaragöl Kiçik Qafqaz vilayətində deyir düzgündür. 2'ye deyir D. Qarayazıya deyir Lənkəran vilayəti. Qarayazı Lənkəran vilayətində deyir Kürdaraz, Şüşəlində doğa görə A bəndi səhvdir. Keçək B-yə. 1'e deyir A. Yani Zaqatala deyir Kürdaraz, Şüşəli. Zaqatala, Kürdaraz, Şüşəlində deyir Böyük Qafqazda doğa görə B bəndə səhvdir. Keçdik C-yə. 1'e B deyir Zaqatala, Böyük Qafqaz düzgündür. 4 Türyançaya deyir Kürdaraz, Şüşəli. Bu cevap düzgün oldu. 4'e A geldi, 1'e de B geldi. Cevap oldu C bəndi. Şimdi D ile Y'nin səhvinə baxaq. D'də 2'ye deyir B. Qarayazıya deyir Böyük Qafqaz. Qarayazı Böyük Qafqaz deyir Kürdaraz, Şüşəlindədir. Burada C, D bəndə səhvdir. Y bəndə deyir 3'e B. Qaragöl'e deyir Böyük Qafqaz. Qaragöl Böyük Qafqaz deyir Kiçik Qafqaz'a doğru cevap səhv. Düzgün cevap. C bəndə 1'e B. Zaqatala Böyük Qafqazdadır. Türyançayda Kürdaraz, Şüşəlində cevap oldu C bəndi. Ərazisi bütövlükdə Küraraz Fizik Coğrafya rayonunda yerləşən düzənliklər Muğan düzü tamamilə Kürarazdadır. Salyan düzü, həmçinin Cəmşər Şirvan düzü. Bunlar Küraraz Fizik Coğrafya rayonunda yaxud Mərkəz arandadır. A cavabı düzgündür. B bəndə Şirvan, Qarabağ, Cəyən düzü Araz boyu düzənliklərdə doğa görə cavab səhvdir. C bəndə Qarabağ düzü, Mil düzü, Gəncə Qozaq düzü bir hissəsi Küraraz Fizik Coğrafya rayonundadır. Bir hissə Küraraz Fizik Coğrafya rayonunda deyil. Doğa görə cavab səhvdir. D bəndə Gəncə, Gəncə Qozaq. Həmçinin incə səhvdir. Y bəndə Cəyən cavablar səhvdir. Orada Cəyən Araz boyu düzənliklər düzgün cavab A bəndə Muğan, Salyan, Cəmşər Şirvan bütövlükdə Küraraz Fizik Coğrafya rayonunda yerləşir. Çay-Şibli sıxlığının adı olduğu Fizik Coğrafya rayonlar. Zaqatalada Çay-Şibli sıxdı. Qobustan, Abşeronda Çay-Şibli sıxlığı azdır. Acınol, Ceyran, Çelüldə Çay-Şibli sıxlığı azdır. B bəndə düzdür. C bəndə Lənkəranda Çay-Şibli sıxlığı böyükdür. D bəndə Qonaqkənddə sıxlığı böyükdür. Y bəndə Gəncə Fizik Coğrafya rayonunda Çay-Şibli sıxlığı böyükdür. O görə də Çay-Şibli Seriya, Qobustan, Abşeron, Acınol, Ceyran, Çöl cavab B. Şoranlaşmaya daha çok məruz qalan Fizik Coğrafya rayonlar şoranlaşmaya daha çok məruz qalır. Süni əkinçi inkişaf etdiyi Abşeron, Qobustan düzdür. Qonaqkənd səhvdir. Burada suvarma yoxdur. Küraraz düzgündür. Gəncə dağlıq rayonunda səhvdir. Kürdü Şirvan düzgündür. Şoranlaşmaya çox məruz qalır. Qarabağ yerində bunun bir hissəsi düzənli, bir hissəsi dağdır. Burada da şoranlaşmaya az məruz qalır. Cavab səhvdir. Düzgün cavablar oldu. 1, 3, 5 cavab oldu D bəndində. Acınol, Ceyran, Çöl Fizik Coğrafya aid olan xüsusiyyətləri iqlimi kəskin kontinentaldır. Kəskin kontinental iqlim yoxdur burada. Bu Naxçıvandadır. Arid göndərici formlar yayılmışdır. 2 doğrudur. Yarımçəra qurçu iqliminə malikdir. Doğrudur. Neft qaz ehtiyatları var. Doğrudur. Ərazisində qeyri-filiz ehtiyatları geniş yayılmışdır. Filiz ehtiyatları burada filiz yoxdur. Cavab səhvdir. İntruzional landşaft üstünü təşkil edir. Burada intruzional landşaft yoxdur. Düzgün cavab oldu. 2, 3, 4 cavab A bəndi. Küraraz Fizik Coğrafya rayonuna aid olan xüsusiyyətləri arasında Ağgöl, Şirvan, Qızlar təbiət mühafizə obyektləri yerləşir. 1 doğrudur. Ağgöl də buradadır, Şirvan da buradadır, Qızlar da buradadır. Kürarazda 1 yayı quraq, qışı rütubətli olan mülayim istiqlim gəlmişdir. Burada yarımçəra qurçu iqlimdir. Səhvdir. Minerallaşmış quruntular çətə yaxın yerləşir. O cür suyunu suvarmadır. 3 doğrudur. Qərb hissəsində maqmatik, şərq hissəsində metamorfik sular üstünü təşkil edir. Küraraz Fizik Coğrafya rayonunda hər yerdə çöküntü sular üstünü təşkil edir. Cavab səhvdir. Kanalizasyon çeşmə sular geniş yayılmışdır. 5 düzgündür. Qara və tünc hava torpaqların yaranması üçün əlverişli şərait var. Burada qara tünc hava torpaqları yarana bilməz yarımçəra qurçu iqlim şəraitində. Düzgün bəndlər oldu. 1, 3, 5 cavab oldu. Y bəndi. Ceyran Çulacınol Fizik Coğrafya rayonuna aid olan xüsusiyyətlər ərazisinin bir hissəsi okean səviyyəsindədir. Bura okean səviyyəsi yuxarıdadır. Səhvdir.
Qış otlardan geniş yayılmışdır. Ceyran Turacı'nın uğur Azərbaycanın əsas qış otlarından biri düzgündür. Çay ve göl şəbəkəsi çox sıxdır. Çay göl şəbəkəsi burada çox seyrəkdir. Quru çöllər və yarımçəri landşaft yayılmışdır. Doğrudur. Ərazide Eldaşın Ardı Saqqız ağaclarının olduğu qoruqları var. Ardı Saqqız ağacları Türyançay qoruğunda yerləşir. Bu da Acınov hissəsindədir. Düzgündür. 5. Düzgün bənlər oldu. 2, 4, 5 cavab oldu Yeməndində. Küçükeli vilayətinin mənimsənməsini asanlaşdıran təbii amillər. Qışın mülayim şaxtası keçməsi buranın mənimsənməsi üçün yaxşı şərait yaradır. Məhsullar qara torpaqlar olması buradan boz torpaqlardır, qara torpaqlar deyil, səbtir. Düzənləyib buranın mənimsənməsini asanlaşdırır, düzgündür. Qara örtüyün qalın olması burada qara örtüyü olmur. Çay şəbəkəsi sıxlığının çox olması çay şəbəkəsi sıx deyil. Piyade burada cəminin çox olması, piyade burada cəm burada il ərzində 4000 saata çatır. 4000 dereceye çatır. Düzgünce cavablar oldu 1, 3, 6. Cevap beğendi. Agronomi ehtiyatları əkinçiliyə daha geniş imkan verən pisikolojik alanlar. Qazaq Qarabağ doğrudur. Vulkan yerdə əkinçiliyə şərait yoxdur. Hündürdür, soyuq iqlimdir, Lənkəran düzgün iqlim. Şuralar düzgündür, Qazaq Qarabağ düzgündür. Kürdü Şirvanda əkinçiliyi inşa etmək üçün geniş imkanlar var. Suyun suvarma şəraitində Beybənd düzgündür. Sebəndə Acınov Ceyran çöldə problem var. Həm dağlıq relief, həm də ki, suyun olmaması, qonaqkən dağlarda soyuqdur. Debəndə Gündüz Qapçıq səbti, Gəncəndə bir hissə səbti, Yebəndə də Qarabağda səbti, Talışlarlarda səbti. Agromehdətdə əkinçi üçün ən yaxşı şərait yaradır. Şurarazda, Qazaq Qarabağda, Kürdü Şirvanda cavablı. Şuraraz ovalığı üçün səciyyəvi olmayan əlamətlər. Alçaq düzənlik olması, şərq hissəsinin okean səviyyəsində aşağıda yerləşməsi Şuraraz üçün bu səciyyəvi xüsusiyyətdir. Aid olduğu təbii vilayətin bütün düzənlikləri ilə həmsərhəd olması. Şuraraz deməli ovalığı Küçükeli vilayətinin bütün düzənlikləri ilə həmsərhəd deyil. Məsələn, ən azından Qarayazı ilə həmsərhəd deyil. O görə də bu aid olmayan cəhətdir ki, çökmə suların üstünü təşkil burada çökmə suların üstünü təşkil edib, bu Şuraraz üçün səciyyəvi cəhətdir. Quru sotu iqlimə malik olması bunlar üçün səciyyəvidir. Quru suların dərində yerləşmiş, quru suları Şuraraz ovağında səthə yaxın yerləşib, dərində deyil. Bu səciyyəvi deyil. Səpəlindən radiasiyon üstün olması, burada səpəlindən yox, daha çox düz radiasiyon üstündür. Yəni bu da səciyyəvi deyil. Səciyyəvi olmayanlar oldu 2, 5, 6 cavab oldu Yeməndə. Azərbaycanda dəvət şanı, yopşan bitkilərinin geniş yağdığı iqlim tipi aid olduğu pisikolojik oranlar. Bunlar quraq yerlərin bitkiləridir. Mülayim isti iqlim səbti, yarımçəri qurçöyün düzgündür. Qobustan, Abşeron, Ceyran, Çolacın, dəvət şanı, yopşan bitkilərin geniş yağdığı ərazilərdir. Düzgün cavab beğendim. Ərazisi yalnız bir pisikolojik rayonda yerləşən inzibati rayonlar. Göygöl, deməli bu Kürdü Şirvandadır, İsmailli. Deməli İsmailli bir pisikolojik rayondadır, İsmailli yerləşir. Deməli bu Dağlıq Şirvanda. Şamaxıda yerləşir, yenə də Dağlıq Şirvanda Göyçayla düz gəlmədilər. Salyan, Küraraz yaxud Mərkəzi rayon, Saatlı, həmçinin Zərdab, həmçinin bunlar bir pisikolojik rayon daxilində yerləşirlər. Tovuzun bir hissəsi, deməli, Qazaq Qarabağ digər hissəsi də yerləşir Gəncə pisikolojik rayonunda. Şəmkirdə, həmçinin Samuqda bir hissə Ceyran Tulacın orada bir hissəsi, deməli, yerləşir Qazaq Qarabağda. Tovuz yenə də bu yerləşir həm Qazaq Qarabağda, həm yerləşir Gəncədə. O görə səbti, Balakən yerləşir, həm yerləşir Qanıq Əyrişayda, həm yerləşir Böyük Qafqaz vilayətinə aid olan Baş Suvacıda yaxud Baş Qafqazda. Orada bunlar bir pisikolojik rayon daxilində deyirlər. Düzgün cavab Şurarazda yerləşən Salyan, Saatlı, Zərdabdır. Cavab beğendi. Azərbaycanda qurun suların səthə yaxın olduğu ərazilər. Ərazi boyu Gəncə, Qazaq, Qobustan da dərindədir. Gəncə, Qazaqda həmçinin Şamaxı dərindədir. Ceyran çöl dərindədir. Gəncə, Qazaq həmçinin Qanıq Əyrişay quruluşlar səthə yaxındır. Köraz səthə yaxındır. Samurdəvəsdə quruluşlar səthə yaxındır. Seybən düzgündür. Köşəklər doğru müəddin. Qonaq kənddə dərindədir. Muğan düzgün idi. Samurdəvəs düzgün idi. Qanıq Əyrişay düzgündür. Lənkəran düzgündür. Qobustan səthi.
Düzgün cavab kanı xərçək, körələr, samur dəvəçi, yendirəm. Qulun sahət yaxın olur çökək yerlərdə. Cavab sevəndi. Azərbaycanda bataqlaşmış sahələrə daha çox rast gəlinən düzənliklər Lənkəran, Düzlü, Gəyən səbti, Şirvan səbti, Ceyrançöl səbti, Qusar Mahalı düzənliyi səbti, Acınor səbti, Saryan, Muğan deməli düzənliklərində bataqlaşmış sahələrə daha çox rast gəlinir. Yeydidə Ceyrançöl səbti, düzgün cavab Saryan, Muğan. Dağ-beşik torpaqları yaranmayan pis qıcıraq rayonlar. Dağmış torpaqlar ya biz orta dağdan yuxarı götürəcəyik yüksək dağı ya da ki orta dağdan aşağı götürəcəyik. Araz boyunda dağmış torpaqlar yarına bilməz, Ceyrançöl Acınorda yarına bilməz, Kürdü Şirvanda yarına bilməz. O ki bunların hündürlüyü orta dağdan aşağıdır, alçaq yerlərdir. Burada dağmış torpaqlar yaranmır. Beydə, Zaqtarlar, Daqqara torpaqları dağmış torpaqlar yaranır. Şeydə, Qarabağda da, Gəncədə də dağmış torpaqlar yaranır. Deydə, Şamaxda yaranır. Yedidə ki, Qonaqkəndə dağmışə torpaqları yaranır. O cavablar səbti yaranmır. Araz boyu, Ceyrançöl, Acınor, Kürdü, Şirvan. Azərbaycanda intruzional və texnoloji landşaftların səciyyəvi olduğu müvafiq ərazilər. Intruzional landşaft həkəri səbti, Abşeron texnolojinin düzgünlüyü, Qonaqkənd intruzional səbti, Sevəndə, Samur Dəvəçdə intruzional landşaft var. Ceyrançöl, Acınorda texnoloji landşaft yoxdur. Cavab səbti. Köraz ovalarında intruzional landşaft var. Deməli, yarım səhərlərin içərisində tuğamişlər var. Abşeronda texnoloji landşaft var. Devən düzgündür. Talışların yerində intruzional landşaft yoxdur. Orada azonallar var. Düz cavab Devəndi, Köraz ovalığı intruzional landşaft. Abşerondakı texnoloji landşaft. Fiyat temperaturda cəmi yüksək rütubətlə məmsanın vətənçisi olduğu pis üzərə rayonlar. Deməli, isti, quru yerlər. Acınor, Ceyrançöl, Samur, Dəvəçi, Qonaqkənd səbti, Qazax, Qarabağ, Vulkan şəhərləsi, Lənkəranda səbti, Mərkəz Aran, Abşeron, Qobustan, Araz boyu. Bunlar fiyat temperaturda cəmi yüksəkdir. Fiyat temperatur deyəndə havanın 10 dərəcədən yüksək olan orta temperaturlarının cəmi nəzərdə tutulur. Ki, deməli, Mərkəz Aran, Abşeron, Qobustan düzgündür, Araz boyda Seybəndi düzgündür. D'də gündüz Qapçıq fiyat temperaturda cəmi yüksək deyil. Y'də ki, Şərrod, Batı, Qazax, Qarabağ, Şamaxda fiyat temperaturda cəmi yüksək deyil. Həm də quraq deyirlər bunlar. Düzgün cavab Sevəndi. Azərbaycanda çəmən meşə landşaftının yayıldığı pis güzərə rayonlar və bunun səbəbi Zaqatala, Qonaqkənd yanğının çoxluğu çəmən meşə landşaftı yaratmır. Samur Dəvəçi qanı xərçəkişinin qurultular çəti yaxınlığı bunlarda deməli çəmən meşə landşaftını yaradır. Düzgün cavab Beməndi. Verilən əlamətlər Köraz ovalının hansı düzəninə aiddir? Səthi dördü dövrün çökmə çuxurları örtülmüşdür. Kür və Araz çaylarının sağ sahilində yerləşir. Pambıqçılıq inkişaf etmişdir. Rütubətli əmsal vətənçilik. Kür Araz çaylarının sağ sahilində yerləşən Muğan düzdür ki, Səthi dördüncü dövrün çökmə çuxurları örtülmüşdür. Pambıqçılıq burada yaxşı inkişaf etmişdir. Rütubətli əmsallı vahiddən quraqlığı yarım səhradır. Rütubətli əmsal təxminən 0,3-dür. Düzgün cavab Muğan düzdür. Verilən əlamətlərin aid olmadığı düzənlik bir hissəsi okean səviyyəsindən aşağıda yerləşir. Torpaqlarında şoranlaşma baş verir. Kollektor drenaj şəbəkəsi yaradılıb. Boz çimən torpaqlar yayılıb. Bu hansı düzənliyə aid deyil? Muğan düzünə aiddir, Mül düzünə aiddir, Gəncə Qazax düzünə aid deyil, Şirvan düzünə aiddir. Cavab olacaq Gəncə Qazax düzünə aid deyil bunlar. Ki, bir hissəsi okean səviyyəsindən aşağıda deyil. Torpaqlarında şoranlaşma baş vermir. Kollektor drenaj sistemi burada yoxdur. Boz çimən torpaqlarda yoxdur. Burada daha çox şamal torpaqlardır. Yarımsəhra landşaftının geniş yayıldığı pis güzərə rayonlar. Kürdü Şirvan düzgündür, Acınor, Ceyrançöl düzgündür, Gündüz Qapçıq səbti, Qobustan, Abşeron düzgündür, Qazax, Qarabağ düzgündür, Zaqatala səbti, Samur Dəvəçi düzgündür, Şərrod düzdür, Gəncə səbti, Qobustan, Abşeron düzdür, Qanı Xərçək səbti, Həkəri səbti, Samur Dəvəçi, Qobustan, Abşeron, Köraz, Yecabı düzgündür. Bunlarda yarımsəhra landşaft yayılıb. Cədvəli əslən doğru olanları müəyyən edin.
Qoruqlar və ya Milli Parkda yerləşdiyi Pis-Coğrafi rayon mühafizə olunan təbii komponent iqlim yarımküre. Eldar Şamı bu yerləşir Ceyrançöl Acınorda. Mühafizə olunan təbii komponent nadir endemik bitki ki bu Eldar Şamıdır. İqlim tipi buranın iqlim yarımküre. Deməli qışı mülayim çiçeğin yarımsərə quru çöl iqlim tipi. Deməli bir Ceyrançöl Acınorda, iki qışı mülayim çiçeğin yarımsərə quru çöl iqlim tipi. Adı hələlik nağd var. 3 Qızdağa Çürəraz ovalındadır, Çürəraz Pis-Coğrafi rayonundadır. Burada qorunur, Qızdağacda qorunur köçəri quşlar. 4 düzgün gəldi, 20 də qışı bulan için yarım sarı quru çölümüzdür. Abəndə düzgün çıxdı. Erevin diğerine uygun gelen bəlləri müəyyənin Azınol Ceyrançöl Pis-Coğrafi rayonu və Küraraz Pis-Coğrafi rayonu. Eldaşan və Türyança qoruqlar burada yerləşir. Bunlar yerləşir Ceyrançöl Azınolda bir gəldi birinciyə. Geniş akumulativ mənşəli düzənlikləri allüvya çöküntülərlə örtülən Küraraz Pis-Coğrafi rayonunda iki gəldi ikinciyə. Kaynuzerası Neogen dövrünün suxurları geniş yayılmışdır. Bu Azınol Ceyrançöl'e aittir, Qobustan Abşeron'a aittir. Qusarmalı üzərinə aitdir. Yəni Azınol Ceyrançöl'e aittir. 3. Xarici ölkələrlə həmsər etdi. Ceyrançöl Azınol Gürcistanla Küraraz isə İranla həmsər etdi. Yəni 4 ayda olsa bunların hər ikisindən. Arid meşəkollu landşaft yarmışdır. Quraq meşəkollu bu Eldar Şamı nəzərdə tutulub yayılıb Azınol Ceyrançöl'də. Yəni 5 ayda oldu birinciyə. Axmaz çaydərə mənşəli göllər çox olan ki, Küraraz Pis-Coğrafi rayonunda Hacqabuldu, Ağgöldü, Mehmangöldü belə göllər çoxdur. 6 ayda olacaq ikinciyə. Deməli birinciyə alındı 1-3-5, ikinciyə alındı 2-6, üçüncüyə də alındı 4 cavab oldu Abəndə. Erevin diaqramlarından uyğun bənləri müəyyən Azınol Ceyrançöl Pis-Coğrafi rayonu, yerində Küraraz Pis-Coğrafi rayonu, Kürün hərçi sahilində yerləşən Küraraz Pis-Coğrafi rayonu, Azınol Ceyrançöl Kürün sol sahilindədir. Deməli bir ayda oldu ikinciyə. Neogen yaşıl sular geniş yayılıb Azınol Ceyrançöl'də 2 ayda olacaq birinciyə. Kürt-Araz çökəkliyi tektonik zonası yerləşir. Hər ikisi Kürt-Araz tektonik çökmə zonasındadır. 3 gəldi üçüncüyə. Qış fəsli mülayim keçir. Qış fəsli hər ikisini mülayim keçir. 4 də gələcək bunların hər ikisini. Ərazisində tektonik mənşəli göl var. Tektonik göl Azınol Ceyrançöl'də var. O göldə bu ayda olacaq ikinciyə. Tektonik göl buradadır. İki təbii vilayətlə həmsərhədli, iki təbii vilayətlə sərhəd olan, deməli, Küraraz Pis-Coğrafi rayonu həm Böyük Qafqaz vilayəti ilə həmsərhədli, həm də ki, Lənkəran vilayəti ilə həmsərhədli. Yəni 6 ayda olacaq Küraraz'a. Deməli, birinciyə 2-5, ikinciyə 1-6, üçüncüyə də 3-4 cavab oldu sevənlər. Erevin diaqramlarının uyğunluğu müəyyən Azınol Gölü, Hacqabul Gölü, Kürçökəli təbii vilayətində yerləşir hər ikisi. Okean səviyyəsində aşağı yerləşən Hacqabuldur. Çay-dərə su erozyonu mənşəli olan yerində Hacqabuldur. Səviyyəsi dəyişkəndir. Hər ikisinin səviyyəsi dəyişkəndir. Tektonik mənşəli olan Azınoldur. Deməli 5 ayda oldu birinciyə. Deməli birinciyə 5, ikinciyə 2-3. Cavab oldu Debəndə. Erevin diaqramlarından işarələnmiş hissəyə uyğun gələn bəndiminin, deməli Samur Dəvəçi, Mərkəz Aran, Zaqtar Laçın üçünə də aid olsun. Mineral buraklarla zəngindir. Mərkəz Aranda mineral burak olmaz. Azunal landşaft yayılmışdır. Azunal landşaft Talış dağlarındadır. Buralarda yoxdur. Xarici ölkəli həmsərhəd mövqeyə malikdir. Samur Dəvəçi, Rusiya, Mərkəz Aran, İran, Zaqtar Laç, Gürcistan, Rusiya. Düzgün cavabdır. Filiz paylar qazıntılar rast gəlinir. Bu ancaq Zaqtar Lacda var. Tuğa meşələrinə rast gəlinir. Samur Dəvəçidə, Mərkəz Aranda, Zaqtar Lacda tuğa meşələri adi meşələrdir, dağ meşələrdir. Düzgün cavab sevəndir. Erevin diaqramlarından uyğun bəndi müəyyəni. Deməli, B birinciyə aiddir, S, E ikinciyə aiddir, adi hər ikisinə aiddir. O üçün oxumağın mənası yoxdur. B. Deməli, qışı quraçiyə mülayim isti iqlim səciyyəbidir. Qışı quraçiyə mülayim isti iqlim. Bu birdə var. Bunların içərisində birdə var. Başqa yerdə 2-də yarımçərə quru çölümlü. Deməli, hələlik 1 ayda oldu. 1 ayda oldu. 5 deyəndə ki, 3
demek Dahtun ilim var, Yakuraçya soy ilim var. 5'te mülayim ilim var. E, bütün meselede bol rutubetli mülayim ilim var. Demek bir ayet oldu, hele bir ayet oldu birinciye. Sonra ikinci ayette sığ ile sığ kışın bulan çiğen yarım taraf burçu ilim seçebilir. Bir de nefkas hasıl olunur. Nefkas bunlardan ayet olunur. Samur deveçide. Samur deveçide. Demeli birinciye bir ayetti, ikinciye de iki ayetti. Birinciye bir ayetti, ikinciye de iki ayetti. Sade test oldu. Cevap oldu. Abendi. Kürdü şirman psikoloğunda yayılan torpak ve eğilim tipleri. Torpak tipleri boz çemen kara olmaz. Açık şavallı boz çemen olar. İklim tipideki yarım taraf uçurum ki düzgün beyefendi. Tülyançay'ın çeşitli psikoloğların menbeden mensebe doğru, yani zirveden mensebe doğru, şuraya doğru artırılığı, Zaktallaş'tan çektik Kanıkaya'ya, oradan çıktı Altınoluk Ceylan Çöl'e, Altınoluk Ceylan Çöl'den çıktı Kürdü Şirman'a, oradan da düştük şuralarda artırılığı düzgündü. Da elava okumanın bir manası yoktu. Yeni teknoloji onda yerleşen psikoloğlar, Kanık Erçay, Kür teknoloji çeşmesi, Kazak Karabağ, Kür, yeni teknoloji çeşmesi, Kürdü Şirman, Kür teknoloji çeşmesi. Beyde Samurdavacı, Ön Kafkas Şamakı, Büyük Kafkas kalması, Ön Kafkas çeşmesi, Büyük Kafkas kalması vacı resepti, Günlük Kapça, Çiçik Kafkas, Lençeran, Çiçik Kafkas, Kürler, Kür teknoloji çeşmesi, değişti. Kürdü Şirman, Kür, Kazak Karabağ, Kür, Talış, Çiçik Kafkas, Yemen'de Kanık Erçay, Kür, Konakçen Büyük Kafkas değişti. Düzgün cevap Kanık Erçay, Kazak Karabağ, Kürde Şirman, bunlar üçü de Kürt teknoloji çeşmesi yerleşir. Cevap. Cedveleste düzgün sıranın müeyyidini iklim tipi torpak örtüyü landşap, psikoterapi, su iklim da boz çemen torpak olmaz cevap septi. Mülayim istimde dağsar torpak lençerinde var, dağ meşe landşaptı var, zaktallar septi, zaktallarda dağsar torpağı yoktu. Su iklimde dağ çemen landşaptı yaranar, nibal dağ çemen torpağı olar, nibal landşaptı olmaz, dalışlarında da yoktu septi. Mülayim istimde konul meşe olar, torpağı dağ meşe landşaftı var. Azunu Ceylan çölde belə şey yoktu. O yüzden bu da septi. Mülayim istimde çimen meşe olar. Düzen meşeleri var. Kanık Hayça'da da var. 5 düzgündü. 5. sıra. 5. sıra verilip sevendirdi. Elimin diagnostik uygun bugün ve yeni Azunu Ceylan çölü psikoterapi rayonu ve Kobustan Apşuron psikoterapi rayonu. Kaynı Zeynep'in Nöcün surları gelip Azunu Ceylan çölde hem de Kobustan Apşuron'da her ikisinde. Arit döndürücüyle formlar gelip yeni derişte arit döndürücü yargın kovu gelip. Eldar Şam'ı tabiatı muhafızı objekti yaratılır. Bu Ceylan Çöl'ün oradadır. Ceylan Çöl'dedir. 3 geldi birinciye. Erasında Candan Göl yerleşir. Bu da Ceylan Çöl'ün oradadır. 4 daire oldu birinciye. Tektonik kalma zonasında yerleşen Komistan Akşar'ın Biyokapka tektonik kalmasındadır. Demeli 5 ayda olacak ikinciye. Azun Ceylan Çöl tektonik çökmesinden Roger Tepeli. Erasinin bir istet oryanteminden aşağıda yerleşen Altınol Ceylan Çölü mümkündür bu. Komistan Akşar'ın bir istet oryanteminden aşağıdadır. 6 ayda olacak Komistan Akşar'ına 6 ayda oldu ikinciye. Birinciye 3-4, ikinciye 5-6 cevap oldu haberinde. Böyük işleri bakıdır Boğaz Kömür vulkanlarının yerleştiği pisiyografilerin bunlar yerleşir. Karabağ Vulkan Yaylası'nda Mekancili. Çiçek kapkı tabiattan hazırlanan tipleri mevcuttur. Nibal var, yarım sahra yoktur. Resepti. Dağ çöl var, dağ meşe var, dağ çemen var. Sebende yarım sahra yoktur, debende yarım sahra yoktur, yebende de sahra yoktur. Zabbe bende. Konakçen ve Heçeri psikoterapilerinin yerleştiği bu tabii bir yerde. Konakçen yerleşir, Büyük Kafkas'ta, Heçer yerleşir, Çiçek Kafkas'ta. Büyük Kafkas, Çiçek Kafkas, Zabbe bende. Şemşir Sersen Ceyramatan sonbaharının yerleştiği muvaffak psikoterapilerden düzgün artırın müeyyini. Vilayet diyece Şemşir Şür köçeğliği, Sersen Çiçek Kafkas, Ceyramata'da Büyük Kafkas. Demeli Çiçek Kafkas, Şür Dağras köçeğliği bir de Büyük Kafkas. Şurada Dağras köçeği Çiçek Kafkas, Büyük Kafkas cevap oldu demende.
Kiçik Qafqaz coğrafi vilayətinin paytaxtları civə var, neft yoxdur, xörək düzü yoxdur, molibden var. B-bəndə xörək düzü yoxdur, cavab səhvdir. Qalanlar var. C-bəndə alunit var, dəmir pilisi var, xromit var, civə var. Kiçik Qafqazda bunların hamısı var. D-bəndə yanaşist, Böyük Qafqazda da burada yoxdur. Orada cavab səhvdir. Y-bəndə neft, təbii qaz, Kiçik Qafqaz vilayətində yoxdur. Düzgün cavab C-bəndə alunit, dəmir pilisi, xromit, civə. Eldaşım Qızdıqac Göygöl təbiəti mühafizə obyektlərinin yerləşdiyi pis coğrafi rayonların müvafiqatçılığı Eldaşımı yerləşir Acınov Ceyrançöldə, Qızdıqac yerləşir Kür ərazisində, Göygöl yerləşir Gəncə pis coğrafi rayonlarında. Cavab olacaq Acınov Ceyrançöl, Kür ərazisi, Gəncə cavab oldu D-bəndə. Yarımçəri landşaftının yaranmadığı pis coğrafi rayonlar. Yarananlar səhv kimi çıxacaq. A-da Samur dəvəsində yaranır. A bənd çıxdı. Səhvdir. B-də Şərrorbatda yaranır, B bəndi səhvdir. C-də Mərkəz aranda yaranır, C bəndi səhvdir. D-də Abşeron Qobustanda yaranır, cavab səhvdir, demə cavabı yeri. Zaqtallarca yaranmır, Qarabağda yaranmır, Qarabağ vulkan yaylasında yaranmır. Düzgün cavab Y bəndi. Qarabağ vulkan yayası və Qarabağ fiziki coğrafi rayonlarının müvafiqlik ən yüksək dağ zirvələri. Qarabağ vulkan yaylasının ən uzun zirvəsi 3616 metr olan deməli bu Dəli dağdır. Qarabağ fiziki coğrafi rayonunun ən yüksək zirvəsi isə hündürlüyü 2725 metr olan Böyük Çirkdir. Düzgün cavab Y bəndi. Azərbaycan Şərq Çinarının yayıldığı fiziki coğrafi rayon və təbiəti mühafizə obyekti. Bu Şərq Çinarı qorunur Həkərdə, qoruğun da adı Bəçiz çayıdır. Düzgün cavab C bəndi. Zəngilan rayonunda. Münbit torpaqların daha geniş yayıldığı fiziki coğrafi rayonlar. Münbit torpağı deyəndə humusu çox olan torpaqlar nəzərdə tutulur. Qazax Qarabağ düzgündür, Şamaxı düzgündür, Qonaqkənd düzgündür. Cavab A bəndi. B-də səhv nədir? Abşeron Qobustanda boz torpaqlardır, Şərrorbatda boz torpaqlardır. Buradan humusu azdır. C bəndə Acınov Ceyrançöldə torpaq zəifdir. D bəndində yenə də Araz boyu səhvdir. Y bəndində Samur dəvəsində boz torpaqlardır. O cavablar səhv. Düzgün cavab Qazax Qarabağ, Şamaxı, Qonaqkənd cavab. Kiçik Qafqaz təbii vilayətində olan silsilə, zirvə, çay, göl. Müvafiq olaraq müəyyən edin. Zəngəzur silsiləsinin deməli bu Ortaraz vilayətindədir. O yüzden səhvdir. Murğuz Kiçik Qafqazdadır. Dəli dağ Murğuz silsiləsi. Dəli dağ zirvəsi var. Çay, Qusarçay burada diyoruz cavab səhvdir. Murov dağ silsiləsi, T-yə çiftliyi Murov dağ silsiləsi var. Dəli dağ zirvəsi var. Çay, Astraçay burada diyoruz cavab səhvdir. Çiftliyi D-yə. Şah dağ silsiləsi var. Çəpəz zirvəsi var. Arpaçay, deməli bu Kiçik Qafqaz təbii vilayətində diyor. Ortaraz vilayətindədir. Çiftliyi Y-yə. Qarabağ silsiləsi var. Böyük Çirk zirvəsi var. Həkəri çayı var. Qaragöl gölü var. Ermənistanla sərhəddə. Y bəndi düzgün cavabdır. Azərbaycanda heyvanlar alemi daha zəngin olduğu fiziki coğrafiyalar. Heyvanlar alemi zəngin olacaq meşənin yayıldığı yerlərdə, meşə olan yerlərdə. Gəncə düzgündə Acınov Ceyrançölü səhvdir, Mərkəz aran səhvdir, Kürdü Şirvan səhvdir, Zaqatala düzdür, Gəncə düzdür. Burada meşə var. Y'də, D-də Qazax Qarabağ səhvdir, Y-də də Araz boyu, yenə də burası səhvdir. Düzdür, Zaqatala Gəncədə heyvanat aləmi daha zəngindir. Kiçik Qafqaz təbii vilayəti səciyyəvi deyil. Dağ meşə landşaftı səciyyəvidir, dağ göl landşaftı səciyyəvidir, subal alp və subal çöməlləri səciyyəvidir. Yarımçəri landşaftı burada yoxdur. Qayalıq Neval landşaft var. Düzgün cavab D bəndi, yarımçəri landşaftı yoxdur. Kiçik Qafqaz təbii vilayətinin yerləşən təbiəti mühafizə obyektləri Göygöl buradadır, Bəçiz buradadır, Ağgöl Kürçük elindədir. Göygöl buradadır, Eldaşamı Kürçük elində cavab səhvdir. C bəndi Göygöl buradadır, Qaragöl buradadır, Bəçiz da buradadır, C bəndi düzgündür. D bəndə Qarayazı deməli bu Kürçük elindədir, cavab səhvdir. Y bəndə Türyança yerində Kürçük vilayətindədir, cavab səhv. Düzgün cavab Göygöl, Qaragöl, Bəçiz.
Landşaft qurşaqlarını daha çox yaradır təbii vilayətlər, ən hündür yerlər. Böyük Qafqaz, Kiçik Qafqaz. Burada düşünməli bir şey yoxdur. Deməli, Böyük Qafqazda yarım səhra var, quru çöl var, meşə çöl var, meşə var, subal çəmənlər var, qayalıq nival landşaft var. Kiçik Qafqazda da bunlar var, təkcə yarım səhra yoxdur. Düzgün cavab Böyük Qafqaz, Kiçik Qafqaz. Kiçik Qafqaz təbii vilayətinə aid olmayan əlamətlər yarım səhra və quru çöl ilmi geniş ərazi tutur. Böyük geniş ərazi tutmur. Burada yarım səhra landşaft yoxdur, müəyyən qədər quru çöl landşaftı var. Bir bunlar üçün bunlara aid olmayan cəhətdir. Plis paydarı qazıtlarla zəngindir. Kiçik Qafqaz işini götürməyəcək. Şorsuz göllər çox deyil. Kiçik Qafqaz dağlıq ərazidə şorsuz göl yoxdur. Yüksək dağ çəmənləri geniş yayılmışdır. Bu səciyyəvidir. Fiyat seçmişliyə malikdir. Səciyyəvidir. Çayları buzlaqlara gider. Burada buzlaqlara giderler. Çay yoktu. Səciyyəvi değil. Düzgün bellər oldu. 1, 3, 6. Kiçik Qafqaz təbii vilayətində yayılan təbii ehtiyatlardan hansılar düşənən və bərpa olunmayandır? 1. Meşə bərpa olunur. Polimetal pezi bərpa olunmur. 2. Düzgündə Kiçik Qafqazda var. Su bərpa olunur. Dəmir pezi bərpa olunmur. Deməli, 2 ilə düzdür, 4 də düzdür. Düşənirlər bərpa olunmurlar. Torpaq bərpa olunur, alunit bərpa olunmur və Kiçik Qafqazda var. Demək, Kiçik Qafqazda təbii ehtiyatlardan düşənən bərpa olunanlar polimetaldır, dəmir prizdə alunitdir. Cavab oldu 2, 4, 6, Yemendir. 100-də dayanırıq, 101-dən 150-yə qədər testlərin təhlili növbəti hissədə inşallah olacaq. Bu qədər.